Herkese salam. Kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Aslında işim var, gitmeliyim. Buralarda olmalı değilim. Ama buraların güzelliğine bir dənə baxın. Çox qəşəngdilər. Bir neçə vlog əvvəl bunların təzə açmışlarını göstermiştim. Ama indi bağ demək olar ki, hər tərəf dolub bunlarla. Çox qəşəngdilər. Bu arada laklarımı bu rəng eləmişəm. O birisini bitirdim artık, yoktu. Belə bağ eləcə ancaq bunlardandır. Gedim, işlerim var. Həyətin qabağında biraz yer var idi. Oranı belləməyə başladım. Daha doğrusu qaynanam birazca yerimi belləmişdi. Mən də suları doldururdum. Dedim ev yox, sular dolana qədər buradan nə belləyərəmsə üstündən gedər. Biraz azalar. Bura gətirib gül səpəcəyik. Artıq səpmişik. Bu vlogu mən indi səsləndirəndə, paylaşanda səpmiş olacağıq yəni. Amma yenə də siz hələ ki bunun son halını görməmisiniz. Mən bu vlogda buranı hələ təzə belləyirdim. Son zamanlar nəsə yenə həvəsim ölüb qızlar video paylaşmağa. Əslində səbəb də aydındır. Mənim YouTube'dan təsdiqlənməm bir türlü gəlmirdi. Yəni kimliyimi doğrulaya bilmirdim. 2 dəfə rədd cavabı aldım və 3-cüdə artıq ümidsiz bir şəkildə yolladım öz şəxsiyyət vəsiqəmin şəklini onlara. Hərf fərqi olduğuna görə, yəni Amerikan hərfləri ilə oraya yazdığım hərflərlə Azərbaycan hərflərində hərf uyğunsuzluğu olduqlarına görə mənim kimliyimi təsdiq etmirdilər. Ona görə qalırdım belə. Onun bir tərəfdən də yəni bunun olması məni əsəbləşdirirdi, yorurdu, həvəsdən salırdı. Hətta fikirləşirdim ki, kanalım bağlanacaq. Ona görə tamamilə həvəsdən düşmüşdüm. Amma şükür Allaha ki, artıq təsdiqim gəldi. İndi isə adres doğrulaması, yəni ünvanın doğrulaması var. Bilmirəm o nə vaxt gələcək, necə olacaq. Biraz bu başımda çıxmadığına görə məni yorur bu işlər. Amma düşünürəm ki, inşallah hamısını edə bilərəm. Təsdiqləyərəm yəni hər şeyi. Bir araba odun gətirəndən sonra keçdim tərəvəzə, göyərti yığmağa. Göyərtilərimizi toyuqlar keçib yeyib, ona görə bugünə düşüblər. Hətta biraz indi bunlar göyəriblər, yaşıllaşıblar. Ona görə belə olublar. Əvvəl demək olar ki, buradan bir göyərti tapmaq mümkün deyildi. İndi də mən burada tapdıqlarımdan götürürəm ki, yoldaşım ayran istəmişdi. Ona ayran düzəldə bilim. O ayranı belə göyərtili istəyir. Biraz da soğan yığıram üzərinə. Soğanla sarımsağı bir yenə əkmişik. Yoxlayıram görüm hansı soğandır, hansı sarımsaqdır. Yığım ayranın içərisinə həm də soğan qatıram. Elə daha çox xoşlayıram. Bu arada hal-hazırda Ramazan ayıdır və izləyicilərimin arasında əgər oruç tutanlar varsa, Allah hər birinizin tutduğu orucu və etdiyiniz duaları qəbul eləsin inşallah. Bizdə sadəcə yoldaşım oruç tutur, qaynanamla mən isə oruç tutmuruq hal-hazırda. Növbəti gündən hər kəsə salam. Gedirəm evə. İşdən çıxmışam. Səhərdən çəkiliş eləyə bilmədim. Çünki evdən tələsik çıxdım. Uşaqlarla falan heç nə çatdıra bilmədim. Gözləyirdim səhər biraz çəkiliş eləyim, sonra çıxım. Amma olmadı. Eybi yox. Qaydanda çəkim. Zaten məktəbdən çəkiliş eləyə bilmirəm. Eybi yox, belə çəkim. Maşınların səsindən də səsim nə dərəcədə eşidilir bilmirəm. Maşınımız biraz uzaqdadır, ona görə buraları piyada getməliyəm. Hava yaxşıdır, qəşəng.
Nə isti deyil, nə soyuq deyil, normal hava var. Qəşəng günəş çıxır. Xoş bir hava var bugün. Artıq yaz gəlir, özünü göstərir. Hər tərəfdə yaşıllaşmağa başlayır. Sevirəm yaz fəslini, həqiqətən. İstilərin gəlməsini o qədər çox arzulayıram ki, isti olsun, yaz gəlsin, yay gəlsin. Artıq bu soyuq, yağış, qar, bunlar bitsin. Düzdür, qarın görüntüsünü sevirəm, amma yəni özünü çox da sevmirəm, soyuğunu sevmirəm. Sadəcə görüntü, yəni yağanda. Bu da mənim gülüm. Kamera netləmir. Göstərə də bilmirəm. Uşaqların verdiyi zəncir otu. Çox sevirəm belə xırda jestləri. Yəni bunun düşünülüb gətirilməsi mənim üçün çox xoşdur. Kiçik jestlər. Netləmir kamera bir türlü. Mən də göstərə bilmirəm. Neyse. Bu yəni bu gül, çiçək, zəncir otu çiçəyi, sarı. Sarı rəngi sevmirəm, amma bunu sevdim. Çünki düşünülüb verilib. Belə qızlar, bayaq da dediyim kimi, bundan sonraki kadrlar hər biri telefondan silinib. Və mən onları heç cür geri qaytara bilmədim. Çünki cöp qutusundan da silmişdim hamısını. Bilmədən, xəbərim olmadan silmişdim. Ona görə də bugünkü vlogumuz belə qısadır. Amma yenə də, əgər bura qədər izlədinizsə, hər birinizə çox-çox təşəkkür edirəm. Düzdür, bilirəm, qısa oldu, maraqsız oldu. Sadəcə bir gün, bir neçə işdən ibarət oldu. Amma telafi edəcəm, söz verirəm. Bura qədər izləmişsinizsə, videoya bir dənə like atmağı, əgər abunə deyilsinizsə kanalıma abunə olmağı və fikirləriniz varsa yorumlar qismində yazmağı unutmayın. Hər birinizi çox sevirəm. Hələlik.